Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Qıvrımsaç. Mən uşağımı itirəndən sonra müalicə olunuram. Xəbərim var. Amma sən bugünə qədər mənə həyat yoldaşı kimi yanaşmamısan. Bağışla. Mən səndən gizlətmək istəmirəm. Mən də müalicə olunuram. Hələ mən tam sağalmamışam. Amma üstəlik Səma ilə belə münasibətin mənim heç xoşuma gəlmir. Mənim ürəyimi ağrıdır. Sənə bunu əvvəl demişdim. Bu işlə bağlıdır. O nə işdir elə? Vacib işdir. Sən həmişə belə deyirsən. Amma nə iş olduğunu heç vaxt demirsən, hə? Yox. Hələ ki yox. Təki dediklərin doğru olsun. Düzdür. Çox az qalıb. İşin bitsin, nəticəni mütləq görəcəksən. Yaxşı. Ümid eləyirəm, gələcəkdə o işin bizim ayrılmağımıza səbəb olmaz. Yox. Elə bir şey olmayacaq. İnan mənə. Bağışlayın, həkim, qardaşımı görmək istəyirəm. Yox, indi icazə verə bilmərəm. Yox, axı mən onun qardaşıyam, yox deməyin. Yox, kim olsaz da içəri girə bilməzsiniz, mümkün deyil. Axı elə indicə atam yanına girmişdi. Atanız yaşlı olduğu üçün icazə verdik. Xanım, xahiş edirəm, yox deməyin. Bir dəqiqəyə girib çıxıram. Yox, mümkün deyil. İçəri girmək olmaz. O onsuz da öləcək. Aslan sağ qalmamalıdır. Anacan, gəlmək olar. Gəl qızım. Ana, sizə bir sözüm var. Nə demək istəyirsən? Bugün həkimə yoxlanışa getmişdim. Dedi ki, əməliyyat yerin yaxşı bitişməyib. Nə pis olub. Sən özün də özünü çox yorursan. Deyəsən elədir. Ona görə də biraz müalicə olunmalıyam. Yaxşı. Müalicə xərcinə görə narahat olma. Həll eləyərəm. Sağ olun anacan. Amma sizdən bir xahişim var idi. De görüm, yenə nə xahişdir, çəkinmə, eşidirəm. Əməliyyat olunan yerdə biraz ağrı var. Üstəlik müalicə olunmalıyam. Ona görə də deyirdim toyu biraz gecələyək. Sizdən xahiş eləyirəm. Oldu mənim balam. Əvvəl sağlamlığını fikirləş. Yaxşı müalicə al. Toy heç yerə qaçmır. Oldu. Çox sağ olun ana. Ata, hara getmişdin, hə? Qəbirstanlığa ananı ziyarət eləməyə getmişdim. İndi yəqin anamın da ruhu narahat olub. Mən ananın yadigarını qoruya bilmədim. Mən necə atayam axı? Ata, axı Aslan özü sənin sözünə qulaq asmadı. Sənin evində yaşasaydı belə olmazdı. Sabah nə olacağını heç kim bilmir. Hə, qardaşımın nə vaxt özünə gələcəyini heç kim bilmir. Sən
Gəlini də götür, evə qayıt oğlum. Ata, mən qardaşımın yanında qalmaq istəyirəm. Yox. Onsuz da yanına girə bilmirik. Ata, xahiş eləyirəm. Mən özüm burada qalacağam. Siz artıq gedin. Bəs Samir? Birazdan Samiri də evə göndərəcəm. Yaxşı. Gedək. Gedin. Yaxşı. Yenə məktub gəldi. Alçaq səni görüm öləsən elə. Yenə məktub gəldi. Mən hər şeyi bilirəm. Sən öləsən elə. Nəyi bilirsən axı? Mən o qədər iş görmüşəm ki, hansını bilirsən axı? Uy, bu kimdir? Kimdir axı? Təzə rahatlanmışdım. Təzə ürəyim sakit olmuşdu. Yenə gəldin. Kimsən? Kim ola bilərsən axı? Bunu kim yazır axı? Müşahidə kameraları da Elnur kimi şikəsdi. Düz əməlli işləmir. Görəsən neyniyim? Ha? Ana, Nə deyirsən? mən fikirləşirəm ki, Səma bütün bunları qəsdən eləyir. Çünki o mənim ərimə ümid eləyir. Sənə bir şey deyim. Nə deyirsən? O şikəslərindən danışıb məni boğaza yığdın. Ərin ölsün elə. Səma nəsə bir bəhanə gətirib toyu gecikdirir. Sən bunu başa düşürsən, ana? O Babəkə ərə getmək istəmir. Mən öz dərdimi çəkirəm Banu. İndi öz dərdim özümə bəs eləyir. Yenə məktub gəlib. Bura bax, sənin qısqanclığını fikirləşim, Səmanı fikirləşim, yoxsa bu məktubu fikirləşim, ya da qocanın ürəyinə girib biraz pul almağı fikirləşim. Mən atana deyirəm, gəl 2-3 otaqlı ev alaq, amma o yalnız boş-boş gəzməyi bilir. De görüm, indi mən neyniyim, nə fikirləşim, hə? Hansı birini fikirləşim? Hər şeydən bezmişəm. Banu, Ha, get gözümə görünmə. Get. sən də məni boğaza yığmısan. Ay Allah, boş-boş danışmağı bilir. Atasına oxşamış. Vay, Qılınc oğlum, xoş Yaxşısan, gəldiniz. ana. Necəsiz? Pisik. Oy, nə olub axı? Qardaşım komaya düşüb. Hansı qardaşın? Aslan. Vay, nə pis olub yazıq oğlan. Allah şəfa versin. Nə oldu axı? Hə? Aslanı bıçaqlayıblar. Ağır vəziyyətdə xəstəxanaya aparıblar. Əməliyyat eləyiblər. Ondan sonra da o komaya düşüb. Uf, bu qaynın ölsəydi bir dəfəlik canımız qutarardı. Evimizdə hər gün ondan danışılır. Canı da elə bil dəmirdəndir. Ölməz kaç şeydir. Ana, nə danışırsan? Nədir? Nədir axı? Azalmaq əvəzinə gündən-günə ərinin qardaşı artır. Aman Allah. Başqasına ölüm arzulamaqdansa özünə ömür arzula. Aslan hələ cavandır. Sən də çox qəribəsən ey. Ölüm yaşa baxmır ki. Bu sözlərini Qılınc eşitsə, evdə qiyamət qopar. Əgər səni küçəyə qovsa, mən səni xilas eləməyəcəm. Sən də elə bil zəhər tuluğusan. Qayınpərəst. Hə. Nə oldu? Hər şey hazırdır? Yaxşı. Onda gələ bilərsiniz. Sizi gözləyirəm. Aslan, məni bağışla. Sənə yalan danışdım. Mən indi başa düşdüm. Sən həmin gün qəsdən Şəhrizadı bura gətirmişdin. Yaddaşımın qayıdıb qayıtmadığını bilmək istəyirdin. Mənsə səni başa düşmədim.
İndi isə komadasan. Əgər ölsən, onda mən nə edəcəm? Doğrudan Aslan ölsə necə olacaq? Yox, mən onun yanında olmalıyam. Onu görməliyəm. Yox. Salam aleyküm. Buyurun. Aleyküm salam. Necəsiz? Xoş gəlmisiniz. Çox sağ olun. Hər şeyi həll eləyə bildiniz? Hə, həll elədim. Yaxşı. Hər şey əla oldu. Hə, gəlin. Buyurun, oturun. Elnur. Bu kimdir? Mən hüquqşünasam. Bugündən sərvətinizin hamısı, bu ev, şirkət, bank hesabınızdakı bütün pullar sizin nəvəniz Elnur Süleymanovun adına keçirilib. Bugündən etibarən bütün bunların heç birindən Elnur Süleymanovun icazəsi olmadan istifadə edə bilməzsiniz. Elnur, bu adam nələr danışır? O zarafat eləmir nənə. Həqiqəti deyir. Bu mümkün deyil. Oğlum, gəl sən mənlə zarafat eləmə. Mən zarafat eləmirəm. İndi bax bu ev, şirkət, bank hesabındakı pullar və qalan hər şey mənimdir. Nənəcan, sənin heç nəyin qalmadı. Zəhmət olmasa evimi tərk elə. Sən bunu necə eləyə bildin? Mənim razılığım olmadan heç kim mənim adıma olan heç nəyi özəlləşdirə bilməz. Bağışlayın xanım, sənədlər buradadır. Bunları siz özünüz imzalamısınız. Axı, bu necə ola bilər? Bu imza saxtadır. Onları özün imzalamısan nənə? Öz əllərinlə. Bunu bugün axşam nənəmə içirdəcəksən. Qorxma, yuxu dərmanıdır. Doğrudan? Bəs zərər versə? Bunun heç bir zərəri olmayacaq. Götür. Elə ki, nənəm heç nə hiss eləməsin. Mən bunu bacarmaram. Bacararsan. Yaxşı, onda de görüm bu nəyə lazımdır. Sonra deyəcəm. Sən indi dediyimi elə. Bu çox vacibdir. Məni başa düşdün? Ana, yaşıl çay gətirdim. Söz. Çok sağ ol. Nənə, sən yaxşısan? Oğlum, nəsə başım hərlənir. Aman Allah. Yenə qan təsiqim qalxıb.
Nənəcan, bağışla, səni biraz narahat eləyəcəm. İstəyirəm ki, bu sənədləri imzalayasan. Şirkətin sənədləridir. Bunu gətirən işçilər bayırda gözləyirlər. Çox vacib sənədlərdir. Nə ilə bağlı sənədlərdir? Sabah tezdən şirkətə yoxlanışa gələcəklər. Bunlar hesabat sənədləridir. Sənin imzan lazımdır. İmzanı görsələr, sakitcə çıxıb gedəcəklər. Hər şey yaxşıdır. Buyur. Ver görüm. Haranı imzalayım? Bax buranı. Hə, çox sağ olun. Siz gedə bilərsiniz. Yaxşı. Sağ olun. İndi sənə məxsus olanlar mənimdir, nənə. Onları sən özün mənim adıma keçirtdin. Sən hiyləgərlikdə atanı da ötüb keçdin. Neynəsən də yenə də atanın oğlusan. Sənə elədiyim yaxşılıqlara cavabın bu idi. Nənəcan, bəsdir də. Elədiyin yaxşılıqlara görə minnət eləməzdən əvvəl, elədiyin pisliklər haqqında da fikirləş. Mənim sənə qarşı elədiyim bu hərəkəti, taleyin sənə verdiyi kiçik bir cəza hesab elə. Elnur, mən sənə nə pislik eləmişəm axı? Yadında deyil? Yazıq anama böhtan girdabına sən attın. Sən anamı xilas eləyə bilərdin. Atamı fikrindən döndərə bilərdin. Yox, sən bunu eləmədin. Anama zərrə qədər də olsun yazığın gəlmədi. Anam yazıqsa, sənin böhtanlarına dözə bilməyib, ölüb getdi. Mənsə bugün öz qisasımı aldım. Bu illər ərzində əlil arabasında oturub bunu planlaşdırırdım. Ürəyində mənə qarşı bu qədər ədavətin var idi? Hə, əlbəttə. Mən bugün anam rəhmətliyin ruhunu şad elədim. Sənin atama dediyin sözlər indiki kimi yadımdadır. Səltənət xanım, tamaşanız sona çatdı. Sənin babamla bir yerdə tikdiyin bu qırmızı ev bugün yıxıldı. Mən bunu heç vaxt belə qoymayacağam. Bu oğlan hardadır? Hardadır axı? Dərhal bu evdən çıx get, nənəcan. Məni güc işlətməyə məcbur eləmə. Yox! Yox. Anacan, nəsə olub? Nə qışqır bağırdı? Lap vaxtında gəldiz, əziz Ulduz xala. Hə, siz də ərinizlə birgə mənim evimdən çıxıb gedin. Nə? Niyə gedək ki? Çünki bu ev indi mənimdir. Bu evdə kimin yaşayacağını səltənət ananız yox, mən həll eləyəcəm.
Belə. Səltənət xanım. Zəhmət olmasa mənim evimi boşaldın. Əgər mən getsəm, Banu da gedəcək. Banu, əgər sən də onlarla küçədə qalmaq istəyirsənsə, gedə bilərsən. Yox. Mən səninlə qalacağam. Əsl həyat yoldaşı ərini seçir. Banu qızım, Banu Səltənət ananın nəvəsidir. Mənim arvadımdır. Mənlə birgə mirasın tam hüquqlu sahibidir. Sizsə oldunuz xala. Bizim üçün heç kimsiz. Hə. Çıxın gedin. yox. Boş yerə danışırsan. Banu Səltənət ananın nəvəsi deyil. Axı DNT analizi doğru çıxdı. Başqa söhbət artıqdır anacan. Bağışla, Ulduz xala. Sən məni qovursan qızım. Gözəl balam. Ulduz, yaxşı, bəsdir. Bəsdir. Banu doğrudan da Səltənət ananın nəvəsidir. O burada qalmalıdır. Biz də ata-anası kimi burada qalacağıq. Heç vaxt! Elnur, sən insafsızlıq eləyirsən. Bu işin heç yaxşı deyil. İnsafsızlıq haqda danışacaq ən axırıncı adamsınız. Öz rəfiqəsinə böhtan atıb, onun ölümünə səbəb olan adam indi insaf haqqında danışır. Bu necə olur axı? Tez olun. Hamınız gözümün qabağından rədd olun. Tez olun, cəhənnəm olub gedin! Anacan. Anacan. Vay 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 vay. Murad, Ehtiyatlı olun. Gəlin. gedək.
Elnur, bu işi necə bacardın? Meyvəni ye, bağını soruşma. Düzünü desəm, çox təəccübləndim. Səmanı bu evə gətirdiyimə görə bunu eləyə bildim. Sənsə Səmanı mənə qısqanırdın əzizim. Mən sadəcə ondan istifadə elədim. Nə? Ümid eləyirəm ki, indi mənə nifrət eləmirsən. Yox, axı mənim ərimsən. İndi bu ev, bütün bu var dövlət hamısı bizimdir. Bax, mən bütün işlərə özüm rəhbərlik eləyəcəm. Hər şeyi əlimə alıb idarə eləyəcəm. Mən bu yolla nənəmdən qisasımı aldım. İndi atam da məndən hesablaşacaq. Yox, görülməli bir iş də qalıb. Nə iş? Bu dəqiqə. Bax bu şəkli özün arzuladığın kimi böyüdüb divardan as. Ananın ruhu şad olsun. Təşəkkür eləyirəm. Düzü gözləmirdim. Mənə çox böyük hədiyyə elədin. Çox sağ ol. Belə bir deyim var. Ən yaxınından aldığın zərbə daha ağrılı olur. Mən Elnura çox, hamıdan çox inanırdım. Heç kimi həddən artıq sevmək lazım deyil. Bu dünyada sınağın elə o insan olur. Elnur, səni həddən artıq çox istəyirdim. Axırda başımı yedin oğlum. Nə olur olsun, yenə də Səlimin oğlusan, atana oxşamısan. Əqrəbin balası yenə də əqrəb olur. Salam əleykum. Əleyküm salam. Necə kömək edə bilərəm? Bilirsiniz, mən Aslanın yanına getmək istəyirəm. Komaya düşən oğlanın. Bugün əməliyyat olunan oğlanın? Hə, onun. Onun yanına girmək olmaz. O indi komadadır. Xahiş eləyirəm, mənə icazə verin. Bir dəfə, mən mütləq onu görməliyəm. Xanım, artıq gecdir. Üstəlik o komadadır. İcazə verə bilmərəm. Xahiş eləyirəm, onu bir dəfə görüm. Sizdən xahiş eləyirəm. Yalvarıram, nə olar, məni başa düşün. Siz onun nəyisiz? Nişanlısıyam. Bir dəfə. Bir dəfə. Söz verirəm, mən tez çıxacağam. Bircə dəfə onu görüm. Onda bir neçə dəqiqəlik icazə verərəm. Mənlə gəlinəm. Çox sağ olun. Ay kişi, belə qızın da, kürəkənin də Allah cəzasını versin. Düz deyiblər, kürəkən adama düşmən olur. Budur, bugün həmin kürəkən düşmənliyini göstərdi. Banusa onun arxasına keçib bizdən üz döndərdi. Biabırçılıq. Elə ikisi də bir-birinin tayıdır. İkisi də yaxşı tapışıblar, xasiyyətləri eynidir. Deyirlər axı, ərdən arvadın torpağı bir yerdən götürülüb. Allah ikisinin də bəlasını versin. Yaxşı da. Kəs səsini. Qarğış eləmə. Heç olmasa Banu'nun orada qaldığına şükür elə. Banu Elnur'un arvadıdır. O evin sahibidir. Sakitcə yolunu get. Axı ürəyim dözmür. Bəsdir.
Aslan. Məni bağışla. Mən səni çox sevirəm. Çoxdandır ki sənə bu sözləri demirdim. Heyif ki səni aldatmağa məcbur oldum. Mən belə eləməsəm olmazdı. Mən yaddaşımı itirməmişəm. Mən səni sevirəm. Yaxşı. Başqası ilə xoşbəxt olsan da olar. Amma mənim xətrimə yaşa. Səni uzaqdan da olsa görməyim üçün yaşa. Bu dünyada səndən birgə nəfəs almağım üçün yaşa. Xahiş eləyirəm. Yalvarıram Aslan. Yadındadır. Mənə nəfəsim sən deyirdin. Sən mənim hər bir ürək döyüntümsən. Nə olar Aslan? İstəyirəm ürək döyüntüm dayanmasın. Aslan ayıl. Mən yenə gələcəm, yaxşı? Ay arvad, indi hara gedəcəyik? Ay kişi, mən nə bilim. İndi hara gedə bilərik ki? Yunus'un evinə gedərik. Başqa gedə biləcəyimiz yer var. Bura bax, bu qoca arvadı atıb getsək olmaz? Oy! Daha bunun bizə heç bir xeyri yoxdur. Murad, sən nə danışırsan? Oh. Adamda gərək bir insaf olsun. Bu qədər vaxtı bu qadının evində yaşadıq. Duz çörəyini yedik, onu yolda atıb getsək ayıb olar axı. Buyur. Səltənət ana gözə dəymir. Hər şey yaxşıdır? Yoxsa ana harasa gedib? Hə, gedib. O hara gedib? Mən nə bilim. Nə vaxt qayıdacaq? Heç vaxt. Başa düşmədim. Babək, Səltənət ana daha gəlməyəcək. Daha heç vaxt bu evə qayıtmayacaq. Zarafat edirsiniz, hə? Zarafat eləmirəm. Niyə? Səltənət anan bütün mülkünü, evi, şirkəti, qısası hər şeyi, nəyi vardısa, mənim adıma keçirtdi Babək. Sizin adınıza? Mənim adıma. Bu necə oldu? Dedim axı, Səltənət anan hər şeyini mənə verdi. Özü isə yoxluğa doğru yola düşdü. Səltənət ana belə qadın deyildi axı. Daha Səltənət ana yoxdur, Babək. Sənə bir təklifim var. İstəsən,
mənlə işləyə bilərsən. İstəmirsənsə, məcbur eləmirəm. Düzünü desəm, mənə sənin kimi işçi lazımdır. Mən bu təklifə razıyam, amma Səltənət ana məni Səma ilə evləndirmək istəyirdi. Sizə işləsəm, onunla evlənəcəm. Babək, o qədər yaxşı qızlar var ki, niyə məhz Səmanı istəyirsən axı? Çünki mən onu Yaxşı, başa düşdüm. Sevgi hər şeyi məhv eləyir. Bax, bu sevgi qorxuram səni də məhv eləyər, Babək. düzü mən sizi başa düşə bilmirəm. Açıq danışın. Mənə işləsən, mənlə burada birgə qalsan, Səma ilə evlənməyəcəksən. Mənə burada sevgi, məhəbbət tamaşası lazım deyil. Ciddi, məsuliyyətlə işləməyini istəyirəm. Onda mənim də burada işləməyimə ehtiyac yoxdur. Qapı açıqdır. Alo, Şirzad bəy. Hə, Babək, nə olub? Elnur siz dediyinizdən də hiləgər imiş. Əsl ilan imiş. Doğrudan? Neyniyib ki? Nənəsinin bütün var dövlətini öz adına keçirib. Necə? Nə danışırsan? Hə, Onu ilk dəfə görəndə ağıllı olduğunu hiss eləmişdim. hə, ağıllıdır. Eyni ilə Səlimə oxşayır. Maraqlıdır. Heyran qaldım. Uşaq ola bu işi necə görüb? Başa düşə bilmirəm. Səlim ömrü boyu anasının var dövlətini adına keçirmək üçün çalışdı. Amma oğlu bunu cəmi 1 ilə bacardı. O oğlanla birgə işləmək lazımdır. Rəqibin olsa da onunla işlə. Bağışlayın. Amma mən buradan getmək istəyirəm. Elnurun əlinin altında işləmək istəmirəm. Niyə? Bu şəxsi məsələdir. Nə məsələ olmağına baxmayaraq sən orada qalacaqsan. Şirzad bəy, məni buna məcbur eləməyin. Yox, Babək, mənə yaxşı qulaq as. Mən dediyim işin öhdəsindən gələcəksən, sonra oradan gedəcəksən. O vaxta qədər sən orada olmalısan, başa düşdün? Aydındır. Yaxşı. Lənətə gələsən! De ki Aslan komadan tez ayılsın. Onun canına qəsd eləmək kimə lazım idi? Axı onun heç kimə pisliyi dəyməyib. Mələykə qızım, Hə ana. qulaq as. Ağlıma bir fikir gəlib. Nə fikir də elə? Molla sizin kəbininizi kəsdi. Dedi ki, ər arvadına hədiyyə verməlidir. Yadındadır? Niyə bu birdən-birə yadına düşdü? Deyirəm, bəs niyə ərindən hədiyyə istəmədin? Durduğun yerdə pul qazanardın. Nə deyirsən? Aslan komada yatır. Bütün fikrim onun yanındadır. Sən qəsdən bunu demək üçün yanıma gəlmisən? Niyə qaynına görə bu qədər pis olursan? Heç mən xəstələnəndə vecini almırsan. Çünki Aslanın mənə yazığı gəlirdi. Ərim məni döyəndə öz anam yox, Aslan mənim tərəfimi tuturdu. Deyirəm,
Kəbin pulunu alsan, o pulu da öz pulumun üstünə qoyub özümə bir ev alardım. Sakitcə orada yaşayardım qızım, hə? Nə deyirsən? Sən həmişə öz xeyrini düşünürsən ana. Əgər sən razı olmasan, inşallah qaynın heç komadan çıxmasın. Elə oradaca ölüb getsin, canımız da qutarsın. Al, bu da mənim qarğışım. Lap həddini aşdın. Nədir? Qılınc gəlib bu sözlərini eşitsə, sənin özünü komaya salacaq. Qaynın da ölsün, sən də öl. Məni doğrudan bu qadın dünyaya gətirib, yoxsa övladlığa götürüb? Gəl. İndicə əsəbləşib çıxıb getmişdin axı. Geri qayıtdın. Mən razıyam. Səbəb? Çünki başqa işim yoxdur. Başqa iş tapana kimi məndən müvəqqəti işləyəcəksən? Yox. Bundan yaxşı iş tapacağıma inanmıram. Yaxşı. Ağlın var imiş. Oldu. Otağına get, dincəl. Sağ olun. Dəyməz. O boş yerə qayıtmadı. Gərək ehtiyatlı olun. Serial Space televiziyasının sifarişi ilə paylaşılır. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.